İmtahanda balınızı artıran gizli mexanizmdən xəbəriniz var? İmtahana hazırlaşanların 90%-i bunu bilmir. Bu mexanizm sizin öyrənmə stilinizi aydınlaşdıran bir metoddur. Öyrənmə metodları 3 yerə bölünür. Birincisi vizual metod, hansı ki biz gördüyümüzü yadda saxlayıb və onu emal edirik. İkincisi auditorial, yəni eşitdiyimizi daha yaxşı mənimsəyirik. Üçüncüsü isə kinestetik, yəni yazdığımızı daha yaxşı öyrənə bilirik. İmtahana hazırlaşanların əksəriyyəti artıq zəif olduğunu qəbul edir və bir müddət sonra motivasiyadan düşür. Əslində isə zəif olan siz deyilsiniz. Sadəcə olaraq öyrənmə metodunu düzgün seçməmisiniz. Mən konsultasiyalarımın ilk 15 dəqiqəsində tələbələrin öyrənmə metodunu kiçik bir testlə və nümunələrlə izah edirəm və ondan sonra artıq tələbələr həmin metodlarla hazırlaşır və ballarını artırmağa nail olurlar. Əgər sən də öyrənmə metodunu bilərək balını artırmaq istəyirsənsə, gələcək planlarını, təhsil planlarını qurmaq istəyirsənsə, konsultasiyalarıma qoşula bilərsən. Bunun üçün rəy bölməsinə yazmağın kifayətdir.